Türk dünyasının zəngin mədəni irsi, milli dəyərləri və ortaq kökləri bu dəfə Xəzər rayonu 156 nömrəli orta məktəbdə təqdim edilib. Türk dünyasına səyahət adlı tədbirdə türk dilli ölkələrin nümayəndələri iştirak edib. Qədim tarixə, zəngin mədəniyyətə və köklü ənənələrə sahib türk dilli xalqlar arasında bütün dövrlərdə sıx əlaqələr mövcud olub. Xəzər rayonu 156 nömrəli məktəbdə keçirilən tədbirdə çoxəsirlik dostluq münasibətlərinə nəzər salındı. Türk dünyasına səyahət adlı tədbirdə türk dilli ölkələrin səfirləri və digər rəsmilər iştirak etdilər. Hərəkətli olsun, aman yurdum, maşallah. Bu günləri bax bu tədbir elə bir daha onu nümayiş etdirir ki, necə biz bir-birimizə yaxınıq, necə biz bir-birimizlə nəfəs alırıq, necə bizim soyumuz eynidir, kökümüz eynidir, bizim adət-ənənələrimiz çox oxşardır, bizim dilimiz, dinimiz, yəni biz bir-birimizə çox bağlıyıq və eyni şəkildə bizim genimiz eynidir, bizim qanımız eynidir və bu günləri baxın, bax o türk inteqrasiyası nə dərəcədə inkişaf eləyir. Tədbir çərçivəsində şagirdlərin əl işlərindən ibarət sərgi də təqdim olundu. Hər bir ölkə üçün ayrılan xüsusi güşədə isə qonaqlara türk dilli dövlətlərin milli təamları təqdim edildi. Şagirdlər isə öz növbəsində ölkələrin milli geyimlərində adət-ənənələrini nümayiş etdirdilər. Bizi bir araya gətirən ortaq tariximiz, mədəniyyətimiz, dilimiz və qardaşlıq bağlarımızdır. Türk dünyasının zəngin irsinin gənc nəslə tanıdılması, onlarda milli mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Türk dünyasına səyahət adlı tədbir çərçivəsində türk dilli ölkələrin milli mahnıları və rəqsləri də təqdim olundu. Xədicə Bayramlı, Bağır Kərimov, Səbinə Bayramova, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.